rejissor, teatr və mədəniyyət xadimi, əməkdar mədəniyyət işçisi, hamımız çox sevimli, böyük hörmət məslədiyimiz İftixar Güliyev. İftixar müəllimin səhnə fəaliyyəti, bədii yaradıcılığı hamıya çoxdan və çox gözəl məlumdur, hamının göz qarşısındadır. Lakin öz bədii yaradıcılıqla yanaşı İftixar müəllim həm də uzun müddət elmi fəaliyyət göstərir və çox ciddi və bugünkü zamanda olduqca aktual olan araşdırmalarla məşğuldur və elmi dərəcəsi var, səhiyyə-şünaslıq üzrə fəlsəfə doktorudur və bugün bizim müzakirəmizə, bizim diqqətimizə özünün sonuncu, ən yeni tədqiqatını təqdim etmişdir. Qeyri-səlis məntiq və teatr. Bilirsiniz, mən sizlə bununla yəqin ki, görüşməliyəm ki, əlbəttə kitabı oxumaq asan iş deyil və xüsusi olaraq burada mən bilməli edirəm ki, tam əksəriyyəti humanitar təhsili almış insanlardır. Xüsusi olaraq humanitar təhsili almış oxucu üçün. Müəllifin özü bu kitabın səhifələrində qeyd edir ki, əslində bir riyaziyyatçılar bir ailəsində dünyaya gəlmişdir və demək ki, onu uşaqlıq illərindən onu elə riyaziyyat aləminə belə deyək, istiqamətləndirmək çalışırdılar. Amma buna baxmayaraq, mən sənəd yolunu seçmişdir. O vaxt yenə də özü yazır ki, o mühit, ailədə olan tərbiyə, ömür boyu demək, mədəniyyətə, belə deyək ki, riyazi bir baxışla baxmağa dərdir. Və kitab və həmin tədqiqatın əsasında dünya şöhrətli alim Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi durur. Onun bir daha da təkrarlayayım ki, əsasını təşkil edir və həmin o nəzəriyyənin bir neçə belə prinsipal xarakteri daşıyan prinsiplər təşkil edir. Deyəlim ki, ilk növbədə birinci prinsip ondan ibarətdir ki, dünyada səlist ölçülər yoxdur. İkinci vacib məqamlardan yəni ki, odur ki, hələ biz hamımız, hələ orada məktəbdə, riyaziyyat dərslərdə geçdiyimiz və oradan bildiyimiz məqam, yəni ki, riyazi çoxluqlar mövcuddur. Onların əvəzinə qeyri-səlis çoxluqlar, onların yerini əvəzləyir və onların yerini alır. Və nəhayət, şəxsən də mənim özüm üçün də bir yenilik edib, ona görə icazənizlə bir qeydlərimə də müraciət edeyim. Və üçüncü bir əsas prinsipal məqamlardan biri budur ki, bütün proseslərin çox xəttli istiqamətlər üzrə inkişafı var. Bu köklü, əlbəttə, bu Lütfizadənin nəzəriyyəsi köklü sürətdə, yəni dünənki riyaziyyat, dünənki dünya haqqında bütün təsəvvürləri, dediyim kimi, köklü sürətdə dəyişir. Dəyişdirir daha doğrusu. Mən deyərdim ki, bütün bunların fonunda
fundamental fəlsəfi suallar meydana gəlir. Yəni, bax, klasik təfəkkür, tezis, antitezis, sintez. Qüvvədə qalırmı? Subyekt-obyekt münasibətləri öz yerində qalırmı? Və hətta mən deyərdim ki, yenə də orta məktəbdən bildiyimiz ki, ilk üstək gəl 1-2-yə bərabərdir. 2-yə bərabərdirmi? Və belə bir sualların siyasını yəqin ki, saatlarla davam etdirmək olar. Mən isə demək istəyirəm ki, bax, bu sağlanmış xüsusiyyətlər əslində və Lütfi Zadanın nəzəriyyəsi özü nəyin göstəricisidir? Təkcə elmdə, dəqiq elmlərdə və yaxud ki, mədəniyyətdə və yaxud ki, iqtisadiyyatda ayrı-ayrı yox. Mən deyərdim ki, qlobal inkişaf paradigmasının dəyişmək, onun əvəzində yeni bir paradigmanın gəlməsi deməkdir və əlbəttə bu postmodern paradigmasıdır. Qərbi ölkələrdə, ümumiyyətlə qərbdə postmodern və postmodern mədəniyyəti artıq təxminən 50 ilə yaxındır ki, öz yerini almışdır və ilk dəfə olaraq postmodern sözünün özü məşhur fransız filosofu François Lyotard 1968-ci ildə ilk dəfə bax belə bir sözü, belə bir sevgili Azərbaycanda postmodern nisbətən geç gəlməyə başladı və onu cəsarətlə demək olar ki, İftixar müəllimin göz qarşısında olan qeyri-sərist məntiqət adlı kitabı cəmiyyətdə postmodern mədəniyyətinin problemini kəskin və qəti sürətdə qarşımıza qoyur. Məsələ ondadır ki, postmodern mədəniyyəti şəraitində artıq post-fəlsəfə, post-elm, post-məntiq kimi fenomenlər meydana çıxır və bu qeyri-sərist məntiq məhz həmin bu post-məntiqin göstəricisidir və biz onların nə prinsiplərini, nə qaydalarını bilmirik, məlumatımız yoxdur. Onlar bizə bəlli deyil, çünki həmin o prinsiplər və qaydalar elə bu nəslin göz qarşısında yaranır. Və mən deyərdim ki, bizim cəmiyyətdə, bizim mədəniyyətdə hörmətli İftixar müəllim həmin o yeni qaydaların, mədəniyyətdə meydana çıxan yeni qaydalarının formalaşmasında fəal iştirak edir və onun səs tamaşası, onun siluet tamaşası və əlbəttə ki, qeyri-sərist məntiq və tədqiqatı kitabı buna əyanı sübutdur. Bütün bu imkanımız var ki, bax, bütün bu həm qlobal mədəniyyətə aid, həm təbii ki, Azərbaycan mədəniyyətə aid, həm şəxsən hörmətli İftixar müəllim fəaliyyətinə, yaradıcılığına aid olan geniş müzakirələr aparaq və icazənizlə mən demək, birincisi bugünkü tədbirin keçilməsi ilə bir daha təbrik edirəm
əsas səbəbkarı ürəkdən, səmimiyyətdən təbrik edirəm və çıxış üçün sözü demək, dramaturq İmil Məmmədliyə böyük məmnuniyyətlə verirəm. Buyurun. Ömür boyu uzun müddət rəhbərlik etdiyi tiyatroda İranın tarixində həmişə axtarış oldu, həmişə yeni yol, yeni üsullardır. Bu ümumiyyətlə belə görəndə tiyatr şərtli üsullardır. Düzdür deyil ki, tiyatr həyatın yürüsüdür, amma eyni zamanda şərtli işlər olur və qeyri-sərvis məhdud içində, öz içində şərtli yürürlər. Bax, bu baxımdan demək olar ki, tiyatr və qeyri-sərvis məhdud tiyatr həqiqətən də həm bizim tiyatr aləmimiz üçün, həm bizim oxucumuz üçün çox yeni və insan öz məntiqi, insan öz düşüncəsi də əl belə götürərsə qeyri-sərvis. Bəlkə heç bir insanda, heç bir düşüncə aklını, fikir aklını bir xət üstə getirir və həmişə dəyişir və qeyri dəqiqli üstə, qeyri-sərvisli üstə qurulur. Bax, bu baxımdan demək olar ki, tiyatrda məhz bunun axtarması, bunun tanınması, onun özünü və kitab şəklində təqdim olunması dediyim kimi Azərbaycan tiyatr düşüncəsi, tiyatr aləmində yeni bir addım, bəlkə də yeni bir hadisə. Mən bu kitabı oxuyarkən gördüm ki, kitabda ümumiyyətlə çox maraqlı fikirlərlə yanaşı, eyni zamanda əsasən kitab insanların yaradıcılıq üzərində qurulur. Onun quruluş verdiyi tamaşaların üzərində qurulur. O cümlədən buralara adı çəkilən silüet tamaşası üzərində. Silüet tamaşasının müəllif üzərində deyərək ki, mən gelip tamaşaya baxanda ortada heyran insanların quruluşu və iştirak edir. Məhz o piyes bir yalnız bir tamaşa, bir naqlı sərgilərdə və bunların monopiyesi idi. Devamlar ki, orada əsərin əsas qayəsindən ibarət edir ki, bir insanın içində, bir qadının içində bir neçə başlanğıc olur. Bir neçə impuls olur. Məsələn, evdar qadın əgər bu evdar qadınırsa, bu evdar qadın kimi öz ailəsinin, həyatının sahibi. Amma əgər onu bu vəziyyətdən çıxararsa, olduğu vəziyyətdən çıxararsa, başqa vəziyyətdən düşərsə, maraqlıdır ki, o eyni simasını saxlaya bilər və eyni düşüncələr üzrə qurula bilər, köklənə bilər. Bax, bunu etik tutan mənim çox gözəldir ki, demək olar ki, bu bir obrazı səhnədən üç yerə götürmüşdür. Demək olar ki, evdar qadın, evin sahibi, kənar qadın və hər iki qadının kənar qadın ya da üç şərtli bitkəndir, qeyri-sərvisli yerə buraxır. Kənar qadın deyil, bu eyni qadının iki başlanğıcıdır. Və ehtimalar çox gözəl tapmışdır. Həmin qadının duyğuları, hissləri və siz təsəvvür edin, səhnədə bu iki qadının duyğularını, hisslərini, israflarını başqa bir aktrisa ifadə edir. Bu demək olar ki, bütün tiyatr yenilik, yəni mən bizim tamaşalarla böyük əsərdə baxmışam, amma bizim tamaşalarımız, bizim tiyatrımız bunun özü dedik ki, hissləri, obrazların hisslərini ifa edən yeni bir aktrisa, yeni bir obraz. O, yəni, obrazın özü, ətrafında olan obrazların böyükləri, onların keçirdiyi duyğuların hissləri ifa edir. Baxın, özü çox maraqlı bir baxımdan. Mən böyle bir şeydə vurmayım ki, tamaşada piyesin özündə kişi obrazı yoxdur. Dediğim gibi mono tamaşaydı. Kişi obrazı isə nəzərdə tutulur. Həmişə harasa yaxına nəzərdə tutulur da, onu yıxanmalı tamaşada məhz qeyri-sərvis məntiqə əsaslanaraq bölgə kimi gətirir səhnəyə. Və bu çox uğurlu ilə həmin olduğunu mən insanların
Çok sağ olun. Teşekkür ederim. Ve növbəti sözü Ədəbiyyat Dərgisinin baş redaktörü Azət Xanım. Buyurun. Çok ciddi, çok geniş elini anlatma çıkışından sonra tanışmak çekimde. Ben çok arzu ediyorum ki elime çıkışını Ən qaralama bayan. Kitabı ben okumamışım. Kitabı vereyim. Buradaki bir sürü yazıları edebiyat gezisi çekilmiş. Bu kitap demiyorlar ki edebiyat gezisinde sayfalarının tek olduğu. İftihar edebiyatı fikir hayatımızın, eşit hayatımızın gerekli, değerli nümayendesidir. Ve bu kitabın bu estetik fikir alanımızda hadise edilir. Bu hem praktikada hem de nezariyeler, düşünüş nezariyeler tespit edilir. Ve bana elə gəlir ki, bu orijinal təfəkkür tərzinə malik olan insanlarımız, onlar çox iyi tavırlardan bilir. Bana elə gəlir ki, bunlara daha yaxın təkcə kitap bakımından değil, kitabın, yani iftiharın, bu artık iftiharın teklif edildiği iftar bir servismenlik yaradır. Bu Azerbaycan'da çok güzel olabilecek bir servismenlik yaratılır. Yani Kamışlısı tiyatrının altından içinde yani bir servismenlik yaratılır. Kamışlısı içmek gelsin. Ve iftar hem de güzel şairdi, güzel nezariyetçiydi, güzel rejistörü, aktörüydü. Tiyatromuzda bir dizi nüfusu olan bir sanat yaptı. Ben İnanmam ki bu kitap Azerbaycan medeniyet tarihinde yeni bir sahelerin perveriş yapmasına teşekkür ederim. Biz teşekkür ediyoruz Qaralım Əlim və Qırqı Əməmiyyətlə sözü Millət Vəkili, Doğu Yerləri Doktoru İlham Hakim. Buyursunuz. Cefalarını çekmeye, bu cefalara katlanmağa sərf etmiş adamı və uzun illər İrəvan teatrına rəhbərlik etməsi və bu dönəmlərin gözlədiyi fəaliyyət oldu da onun teatrla bağlı böyük əziyyətinin böyük, belə deyək ki, özünə məxsus ölüm yoluna bir səyləməsi. 90-cı illərdə müəyyən ilişkiləşmiş dəyərlər vardı ki, onlarla sual oldu ki, bu dəyərlərlə yeni dönəmə, yeni nəslin o çalışmalarına cavab vermək mümkün idi və yəni o paradigmalar bütünlüklə sənətin, bütünlüklə ədəbiyyatın arasında duruldu. Yəni sənət paradigmalarına yanaşıb yeni dəyərlərə, yeni meyyarlara cavab verməyə hazır idi. Bax, mən elə gəlir ki, həmin dönəmdə bu sual həm sənət adamlarına maraqlandırırdı, həm ədəbiyyat adamlarının yaxşıları, şairləri, ədəbiyyat şübhasları, tənqidçiləri, eləcə teatr şübhasları, teatra yeni baxış interaktivləri ilə yanaşmağa cəhd edən hər kəsi. Bilirsiniz, ədəbiyyat və teatr hər zaman xoşa davam edir, yəni bir-birinə bağlı bir deyil. Yəni, ədəbiyyat material olmasa təbii ki, sənət onun üzərində qurulan tərbiyyəş tapa bilməz. Və ona görə də ədəbiyyatda gedən hər hansı bir cərəyanlar, hər hansı bir tendensiyalar, yeni meyillər teatra daim impuls verir, teatrın özünün də meyyarlarının dəyişməsinə bir olur. Məsələn, 60-cı illərdə biz ədəbiyyatda daha çox aparıcıydı. Bilik psixoloji üslubu, Hürriyyət Anarın əsərlərində, Əkrəm Əlqisinin, Elçinin əsərlərində, daha sonra 80-ci illərdə bizdə bir şərqli metaforik üslub önə keçdi. Yəni, daha çox şərqliyə əsaslanan, daha çox şərqli meyyarları mənələ salan və artıq 90-cı illərdən sonra müəyyənlikdəki mənədə qeydiyyət ki, postmodernizm yanaşma. Ekonun bir fikri var, postmodernizm nədir? Postmodernizm ilk növbədə mənəvi bir durumdur. Yəni, insanın yaşamısında, insanın artıq yeni zamanın baxışlarını öz sənətə gətirmək çabasıdır. Bax, belə bir dönəmdə bizim teatrşünaslar teatra yeni nəzəriyyələrlə yanaşmaq istəyən istəmək cəhdləri meydana çıxdı. Və bilirsiniz, bir kulturolog Tamar Evensol'un bir fikri var. O deyir ki, bugün artıq şamil bir
türklərdir, bulqarlardır, Serblərdir. Onların bir millət kimi formalaşmasına təsir göstərən birinci amil ədəbiyyatdır. Məsələn, biz tarix dərslərində bizə öyrədilər ki, Almaniyadan Bismarck olub. Amma İlham Sofer xalqların formalaşmasına dolu əsərlərdə qeyd edir ki, ilk növbədə ədəbiyyat xalqların yaranmasında başlıca vasitədir. Yəni, onların tarixini, onların ədəbiyyatını qəlbə o keçdiyi yolu bütövləşdirir və xalq öz kimliyinə, öz keçmişinə boylanaraq özünə bir millət kimi dərk etməsinə yol açır. Mənə elə gəlir ki, bizdə ədəbiyyat, sənət, mədəniyyət hər bir zaman bu işi görür. Və mən bu kitabda da məhz ədəbiyyatla, sənətlə yanaşmada çox böyük bir mənim gücü gördür, həmin yanaşmanın imperativi gördür. Və İftixar müəllim yalnız teatrın dəyərləndirilməsində yalnız estetik platformalardan çıxış etmir. Eyni zamanda intellektual, rasional platformalardan çıxış edir. Və heç təsadüf deyil ki, onun daha çox tədqiq mühitlə çevrildiyi tamaşalar, məsələn, Elçinin tamaşalarında, hansı ki, 90-cı ildə Elçinin tamaşaları bizim teatrşünaslılıqda bir absurd teatrın yaranmasına, tamaşaların yaranmasına yol açmışdır və İftixar müəllim də məhz həmin tamaşaların izahi qarşısında özünün bir tərəfdən teatrı bir estetik platforma kimi tədqiq edir, digər tərəfdən həm də teatrın təşkilatlanması məsələsi kimi mühüm məqamlara toxunur. 2017-ci ildə mən Ədəbiyyat qəzetində bir yazı yazmışdım və qeyd etmişdim ki, ədəbiyyatımız şərq və qərb arasında qalıb. Həmin yazma rəhmətli dramaturgumuz, yazıcımız Elçin müəllim ilə ilk reaksiyanı verənlərdən oldu. Daha sonra müxtəlif bu mübahisələr bir qədərmi işləndi və həmin mübahisədə Qanturalı adlı bir gənc yazıcı bir Alman dramaturguna istinad edərək belə bir fikir irəli sürüldür ki, milli şuur və ictimai şuur daim bir-biri ilə əlaqədədir. Yəni, bir-biri ilə organik münasibətdədir. Amma bütün hallarda milli şuur, ictimai şuurdan bir addım öndədir, ona təsir edir, onu müəyyənləşdirir. Yəni, burada ümumiyyətlə mən elə gəlir ki, bütün bizim sahələri təmsil edən insanlarda məhz o zaman doğru, dürüst, yəni öz işlərinin belə deyək, milli heysiyyat, milli güc, milli şuur, nə zaman ki, bu imperativlər öndədir, yəni sənətlər bir milli borc, milli heysiyyat, milli mənsubiyyət hissi ilə yanaşmaq, bax, bu duyğular öndədirsə, o zaman sənətdə də, ədəbiyyatda da, mədəniyyətdə də məhz ali duyğular prizmasından yanaşmaq mümkün olacaq deyə İftixar müəllim bu kitabında, yəni bu meyillər hər bir zaman ön plandadır. Bir də bu kitabda diqqətini çəkən təbii ki, insan amilinə münasibətidir İftixar müəllim. Bilirsiniz, elmin ritmiki hər bir zaman rasional yanaşmalar. Amma sənətin, ədəbiyyatın, teatrın bir fərqi ondadır ki, o həm də insan materialıyla işləyir. Məsələn, fəlsəfədə fenomenologiya adlı bir sahə var ki, az insanların varlığı, insanların mövcudluğu və insan faktoru daha çox öyrənir. Və sənətin də əsl gücü onda önə çıxır ki, o insan materialı, insan dəyərini bütün dəyərlərin fövqünə qaldıra bilir və məsələn, prizmadan yanaşaraq sənətdə, ədəbiyyatda, mədəniyyətdə ilə teatrada bu yöndən qiymət verə bilir. İftixar müəllim, bu kitab münasibətilə isə təbrik edirəm. Mən düşünürəm ki, bizim teatr arsenalımızda xüsusi bir yeri olacaq və ən azı ona görə siz bu kitabla təkcə bizim teatrın keçdiyi yola estetik platforma kimi yox, həm də intellektual, rasional bir yanaşma qarşıdır. Siz təşəkkür ediyorsunuz. Biz təşəkkür edirik, hörmətli İlham xanım və sözü mən demək sənətşünaslıq doktoru Rəmzinə xanıma vermək istəyirəm. Buyurun. Teşekkür ederim. Sağ olun. Bugün medeniyet alemimizin, isterse de alemimizin çok mesuliyetli günlerden biri. Yani İftixar Bey'in tiyatra, sənətə alimane yanaşmasının bir nümunəsidir. Və qeyd etmək istəyirəm ki, Profesör Fuad Məmmədovun o kulturoloji konsepsiyasında qeyri-səlis məntiq nəzəriyyəsi ilə doğruluq var. O, mədəniyyətşünaslığa yeni nəfəs gətirərək o mənəvi mədəniyyətin üstün cəhətlərini sadalayır və hesab edir ki, insan əgər bilirsə, ədalətli, rəhimli, insanpərvər deyilsə, o mədəni insan deyil. Və yaxud da əgər bu cəhətlər varsa insanda,
məşəriyyətindən əlaqələndir. Bu tendensiyanı biz ilk dəfə olaraq teatr aləmində İftixar müəllim vasitəsilə gördük. Burada həm elmi tərəf, həm praktik tərəf olduğuna görə tamaşa yadda qalan olacaq. Bu vəhdət olduğuna görə bu tamaşa, uğurlu tamaşa olduğunu mən hesab edirəm və bunun praktik tərəfindən baxanda həqiqətən də orada dediyi kimi ilk dəfə olaraq o təfəkkürü obraza çevrilməsi və səhnədəki təcəssümü bir qadının, bir insanda təbii ki, bir insanda bir neçə nəfər insan yaşayabilir və onu səhnədə həll etmək, onu obraz vasitəsilə həll etmək və müasir teatr qaydalarına, dünyəvi teatr tendensiyasına uyğun olaraq qarşıya qoymaq hər adama nəsib olan bir iş deyil. Bu İftixar bəy nəsib oldu. Bu həm elmi yaradıcılığı, həm şairliyi, həm rejissörlüğü və aktörlüğü və digər tərəfləri Azərbaycan xalqının istedadlı nümayəndələrin ən önündə bugün İftixar bəy oldu. İftixar bəyin elmi yaradıcılığı da çox yüksək səviyyədə başa gəlib, yəni ki, mən afanent olmasam, yəni o müdaxilələri, elmi təhlilləri və bu elmi təhlili praktikaya tətbiq etmək, səhnəyə tətbiq etmək və bunu bütövlükdə həm musiqi, həm səhnə texnikası, həm plastika, həm bütövlükdə ahəngi tapmaq və öz istədiyi sözü tamaşaçıya çatdırmaq. Mən İftixar bəyə nəsib olub, mən İftixar bəy sizi təbrik edirəm. Bütün mədəniyyət sevərləri, Azərbaycan mədəniyyətinin təəssübkeş insanlarını, Azərbaycan teatr sevərləri, Azərbaycan teatrının bütövlükdə mühitini təbrik edirəm ki, belə bir kitab ərsəyə gəlib və bizim qarşımızdadır və çox arzu edirəm ki, bu cür yanaşmalar həm elmi, həm mədəni yanaşmalar davamlı olsun, belə kitabların sayı çox olsun, bir daha hər birinizi təbrik edirəm. Çox sağ olun. Sağ olun Münir xanım və çıxışsız söz Kulturoloq üzrə fəlsəfə doktor Qasım Gülyan xanım Əliyev. Buyur Gülyan xanım. Hörmətli kollegalar, dəyərli dostlar, gəldik yardımcı axtarışlar münasibətəsi olan Qeyri Sənətsizlik və Teatr kitabının əksliyi gəlməsi münasibətli İftixar müəllim təbrik edirəm. Sizə yeni elmi və yaradıcılıq paralellərində uğurlar arzu edirəm. Çox şadam ki, bugün mənə söz verilib və mən bu kitaba münasibətli bir kulturolog kimi bildirəcəyəm. Nə üçün düşünürəm ki, mənim bir kulturolog kimi bu kitaba münasibətli bildirmək zəruriyyəti var. Məlumdur ki, incəsənət tarixində, ümumiyyətlə mədəniyyətdə tektonik dəyişikliklər nəticəsində zaman-zaman inqilabi dəyişikliklər gedir. İncəsənətdə müəyyən reformalar başlayır. Və bu reformaları izah etmək üçün klassik sənətşünaslığı, incəsənət tarixinin bəzən metodoloji aparatını yetərli qədər olmur. Və bu zaman sənətşünaslıq elmi özü metodoloji bilgilərə əl atır və kulturologiya elminin, elmi bilgi, metodoloji aparatı vasitəsilə bu dəyişiklikləri izah etməyə nail olur. Mən kulturoloji şərhlərini geniş formada mətbuatda dərc edəcəm, amma bugün sizlərlə konkret qısa olaraq tezislərlə, post-tezislərlə tanışıq etmək istərdim. Teatr sistemləri ictimai tarix və sosial mədəni prosesləri təsiri altında durmadan inşaat edir, bir-birlərini əvəz edir və hətta bir-birlərini zənginləşərək inkişafını iqamətə davam edir. Stanislavski, Grabowski, Artol, Brecht, Meyerhold sistemləri sonuçlardan absurd teatr sistemi, postdramatik teatr sistemləri sırasında bugün biz İftixarla, uğurla Azərbaycanın görkəmli yaradıcı intellektualı İftixarın qeyri-səzmən teatr sistemi barədə danışa bilir. Qarşımızda olan bu kitab novator sənətkarın
Məlum ki, istizadəmiz riyaziyyatda və mühəndislikdə elmi çevrilişi insanların mədəni həyatında radikal dəyişiklərə, xüsusilə də insanların dünya qavramasındakı gərginlikləri aradan götürülməsinə səbəb olur. Lütfüzadə nəzəriyyəsi həyatın günahlı müxtəlif çağalardan ibarət olduğu ideyasını irəli sürdü. Bununla da mədəniyyətli və cəmiyyətdə tolerantlı yeni fürsətə təşkil olundu. Hər yeni teatr sistemi mədəniyyətdə baş verən tərpənişlər zamanı meydana gəlir. Teatr sistemləri bir növ mədəniyyətin güzgüsüdür. Məsələn, 20-ci əsrin 50-ci illərdə Asur teatrı İkinci Dünya müharibəsindən sonra sosial mədəni və mənəvi həyatda baş verən haus cavab olaraq yarandı. Daha sonra 25-30 il ötür və yeni mədəni identikliyə, individual baş verir, texnoloji değişikliklər baş verir. Belə bir durumda klasik dram böhrana uğrayır və posttraumatik teatr təşəkkül tapır. Təşəkkül tapır 20-ci əsrin 70-80-ci illərində, amma bu nəzəri sistemi Lehmanın posttraumatik teatr monoqrafiyası ilə təsdiqli tapır. Və hazırda yenə hesablarsaq 50 il keçib 70-80-ci illərdən biz artıq 21-ci əsrin 1-ci yüzündəyik və müasir dünyanın mürəkkəbliyi, qeyri-müəyyənliyə reaksiya kimi qeyri-səlismənlik teatrın təşəkkülü göz önümüzdədir. Bir qaçılmaz hadisə kimi gündəmdədir. Yuxarı qeyri-səlismənlik teatrın əsas ideyası mədəniyyətin yaradıcısı olan insanın həyatında, onun həyat fəaliyyətində, o cümlədə yüksələkdə qeyri-səlis məna, simvol və nəzərləri nəzərə almanın zəruriyyətindən oldu. Kitabda İftiharın qeyri-səlismənlik teatr sisteminin nəzəri prinsipləri və təcrübə səciyyələri açıqlar. Kantın belə bir maraqlı ifadəsi var. Təcrübə nəzəriyyəsiz kör olmağa məhkumdur. Lakin nəzəriyyə təcrübəsiz sadəcə intellektual bir oyundur. Məsələ burasındadır ki, İftiqar müəllimin bu kitabı sadəcə intellektual oyun deyildir. Burada fərq etdiyi haldır ki, bu kitabda elm və təcrübə qarşılaşaraq intellektual bütövlük yaradır. İftiharın qeyri-səlismənlik teatr sistemi mədəniyyətin və dünyanın qavranılmasının qeyri-müəyyənliyini, çox mənalığını nəzərə alır. Kitabda əksini tapan bu fikir təsdiq edən aktör və rejissorların öz dilindən səslənən təcrübələrini eşidir. Qeyri-səlismənlik teatr ön plana emosi və intuisiyanı çıxarır, dinar məntiq və süjet arxa plana keçir, bütün bunlar plastik obrazlar yaratmaqla insan varlığının mürəkkəbliyini və ziddiyyətlərini açıb göstərməyə geniş imkan verir. Kitabın sonunda zəngin istinad mənbələri biz təsadüf edirik və düşünürəm ki, bu da qeyri-səlismənlik teatr fenomenindən maraq göstərən oxucular üçün kitabın dəyərini iki qat artıracaq. İftiqar müəllim, elmi bilik və çox illik yaradıcılıq təcrübələrinizin vəhdətindən yoğrulan kitab münasibətlə sizi bir daha təbrik edirəm. Dolaşıq qurumların ontoloji həlli ilə səciyyələnən milli teatr sisteminin yeni erasının yol xəritəsi və hətta mən gəldim yeni analitik sistemin gəlişi münasibətilə təbrik edirəm və hamını bu kitabla yaxından tanış olmağa dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Çok sağ olun. Biz təşəkkür edirik İran xanımefendi. Zoolog, sənətşünas, kulturolog alimlərin çıxışlarından sonra yenə söz keçir sənət adamlarına və böyük məmnuniyyətlə rejissor elimizlərin çıxışına dəvət edirik. Buyurun. Bizim həmişə işimiz təzimlə başlayır, ona görə mən əvvəl dedim sizin hamınızın qarşınızda təzim eləmək istəyirəm. Və bugün çox sevindirici bir hadisədir. Hadisə ondan ibarətdir ki, ümumiyyətlə bütün dünya çox sıxdır. Yəni bütün elmlər həmişə, hər zaman bir-birinin kəsişir və bütün elmlər özünü bir-birinin içində tapır. Və bugünkü görüşün də məhz belə dəyirmi stol arxasında olması çox maraqlıdır. Zaten elə bu kitabın öz məntiqini təsdiqləyir. O səbəbdən ki,
Yəni burada heç bir bucaqlar, heç bir konkret xətlər yoxdur. Burada ümumiyyətlə çevrədə yığılan insanlar xətsizdir. Yəni qeyri-səlis. Yəni ümumilikdə bütün enerjilər hamısı bir ortalığa cəmlənir və o ortalıqdan artıq bir məntiq yaradır. Düşünürəm ki, Lütfuzadənin ən böyük tapıntısı da məhz kainatın bu enerjisini tapması idi. Yəni artıq dəqiq elmi, dəqiq məntiqi ümumiyyətlə başqa bir məntiqə, tamamilə məntiqsiz anladığımız, yəni qeyri-səlis anladığımız bir məntiqə gətirib çıxarıb və dəqiq məntiqi məntiqsizlik yolu ilə bir məntiqə gətirib çevirir. Və bu baxımdan yanaşanda bu işə görürük ki, həqiqətən də bütün kainat məhz bu cürdür. Bütün kainatda hər bir faktor, yəni biz bunu Tanrı da, Allah da adlandıra bilərik, yaradıcı da adlandıra bilərik. O böyük nəhəng hansı bir enerjidirsə, bu bütün kainatı öz-özlüyündə birləşdirib və onların heç birinə sərhəd qoymur. Onların hamısını açıq şəkildə bir-birinə bağlayıb və məhz bu açıq bağlılığından da böyük bir məntiq yaranır. Əlbəttə ki, elmlərə bölünür, fəlsəfələrə bölünür, dəqiq elmlərə bölünür, ümumiyyətlə riyaziyyat, kimya, fizika və hamısı bir yerdə yaranır. Amma bütövlükdə biz baxsaq ki, kainat hər birimizin həm içində, həm də bayırındadır. Yəni, biz baxsaq görəcəyik ki, bizim daxili dünyamız da zaten heç bir sərhədi olmayan bir sərhədsiz bir faktordur. Baxmayaraq ki, bizim dərimiz qapalıdır, bu dünyadan hansısa bir formaya biz çevrilmişik. Amma biz daha genişləndirsək görəcəyik ki, bizim bədənimiz tam belə dəliklərdən ibarətdir və biz sanki bir aşsüzənik və yəni bu enerji mübadiləsi həm daxildən, həm bayırdan bir-birinə gəlir. Və mən çox sevinirəm ki, məhz Azərbaycanda və ən əsası dünyada bu elmi kəşf edən insanın Azərbaycanlı olması və ilk Azərbaycanlının bunu artıq sənətə gətirməsi faktorudur. Bugün və bugünkü hadisə ilə mən ümumiyyətlə Azərbaycanı təbrik eləmək istəyirəm və ən əsası da mən bir şeylə razılaşmaya bilərəm burada. Qeyri-səlis məntiq və teatr. Mən teatr sözünü buradan ümumiyyətlə götürərdim və ümumiyyətlə qeyri-səlis məntiq və yaradıcılıq adlandırardım. Çünki zaten bütün kainat özü yaradıcılıqdır və tək teatr çərçivəsinə sığmır. Zaten bu məntiq özü teatrın çərçivələrindən kənara çıxır. Bilmirəm, yəqin ki, siz bunu yaxşı bilirsiniz. Bizim İftixar Piriyev həm rejissor bütün sənətlərin deməli bir növ çeşməsində yaşayan bir adamdır, amma biz bir xeyli vaxtdır ki, bir mövzu üzərində danışırıq və mən əminəm ki, biz çox yaxşı bir iş ərsəyə gətirəcəyik və İftixar Piriyevin bu halda indiki halda uzun saçlı və uzun saqqallı olmasının da bir ciddi səbəbi var. Biz Şekspirin Kral Liri üzərində işləyirik və mən həmin qeyri-səlis məntiqin məhz Kral Lir üzərində də tapıntısına baxmayaraq ki, kəşf İftixar Piriyevə aiddir, amma mən o kəşfdən faydalanaraq bu işin üzərində bir tətbiq eləyirəm indi hal-hazırda və bəlkə də indi yeri deyil burada bunu demək, mən öz içimdə, öz məşq prosesində çox böyük bir aktyor kəşf elədim. Yəni, aktyor İftixar Piriyevi bundan əvvəl mən tanıyırdım, amma İftixar Piriyevin nə qədər böyük aktyor olduğunu, nə qədər böyük dünyaya malik olduğunu mən bu məşqlər prosesində kəşf elədim və tənqidçi Aydın Talıbzadənin bir maraqlı ifadəsi məqalələr içərisində belə məni o vaxt yandırmışdı və bugün də bir yandıqla bunu demək istəyirəm. O bir dəfə demişdi ki, nəyi və kimi və nə vaxt biz qiymətləndirə bilmişik. Mən istəyərdim ki, bugünkü günümüzdə biz bu artıq
məntiqin çərçivələrini dağıdaq. Yəni biz bugün Al Pacino deyəndə o Al Pacino, Robert De Niro deyəndə o Robert De Niro, Jude Law və s. kimi dahi saydığımız aktyorların adını sadalayırıq. Amma hal-hazırda burada mən bir neçə bizim həqiqətən də böyük sənətkarımızı tanıyıram və onları burada görürəm. Sizin hər birinizi salamlayıram və hesab edirəm ki, bizim buna da yiyələnməyimizin vaxtıdır, çoxdan vaxtıdır. Yəni, öz sənətçilərimizə dəyər verməyimizin vaxtıdır. Yəni, bu qeyri-səlis məntiq içərisində də öz məntiqimizin, öz səlis məntiqimizin ortalığa çıxarmasının vaxtıdır, bəlkə də çoxdan vaxtıdır. O səbəbdən bir daha bunun hamının diqqətinə çatdırmaq istəyirəm öz növbəmdə bir bu işlə, bu sənətlə məşğul olan adam kimi və çox sevinirəm. Bu bir tədris materialı olmalıdır. Mən bu kitabın içindəkilərlə tanışam və böyük düşüncəyə sahib olan insanların fikirlərini mən burada olduğunu bilirəm və bu tədrisin içərisində də olsa nə gözəl olardı. Yəni, bunu artıq təhsil ocaqlarından başlanması çox vacib olardı. Bax, bu da mənim təklifim olardı. Çox təşəkkür edirəm İftixar bəy, çox təbrik edirəm və hamınızı Kral Lirə dəvət edirəm və o zaman tək mən yox, tək onun yanında olan sənətçi dostları yox, həm də Azərbaycan mədəniyyətində yeni bir tapıntı. Bugünkü gündə mən həqiqətən də onu bir neçə dəfə səsləndirmişəm, deyirəm. Bugün 2025-ci ildə mən bir Kral Lir tanıyıram Azərbaycanda. O Kral Lirin səsi İftixar Piriyevin səsidir və o Kral Lirin siması İftixar Piriyevin simasıdır. Odur ki, uğurlar, hamıya təşəkkür edirəm. Böyük sənətkarlarımıza da xoş gəlmişsiniz deyirəm və çox sevinirəm ki, siz buradasınız və İftixar bəyə dəstək. Çox sağ olun. Siz sağ olun, müəllim. Mənə gəlir ki, siz məhz həmin yazıq laboratoriyasının içindən doğan məqamlar, məsələlər, problemlər haqqında danışırsınız və həqiqətən həmin o işin içindəsiniz, birgə çalışırsınız və siz dediyiniz kimi həmin o İftixar müəllim tərəfindən olan hansı nəzəri kəşflər varsa, tapdıqlar varsa, siz onu birbaşa tədbiq edirsiniz və səhnələşdirirsiniz, belə demək mümkündür. Təşəkkür edirəm. Və böyük məmnuniyyətlə Profesor Rüstəm Kamal, söz sizindir. Əziz dostlar, desəm Rüstəm mənim gözüm qabağında yaranıb, inanın səhməyəm. Əvvəlki kitab Elçinin dramaturgiyasına bağlı idi və orada bizə verənlərdən bir görməm. İlk dəfə İftixar müəllim bu məsələni mənə izah edəndə, bu planın mənə danışanda ideya, mən ürəkdən dəstək verdim. Niyəsini deyim. Dedim ki, ay İftixar müəllim, ola bilsin ki, mən bu nəzəriyyədə qeyri-səlis məntiqli izadəmin doğrudan heç anlamadım. Çünki bu texnoloji proseslərə aid olan məsələdir, mühəndisi işinə və s. elektron texnikaya və s. Yəni, bu sahəyə aiddir. Mən də o sahədə artıq illər keçibdir, mən də humanitar sahədə artıq kök atmış bir adamam. Yəni, bu sahə məndən çox biraz kənar tutardır. Amma ideyanın özünü, qeyri-səlis məntiqin özünü humanitar bir sahəyə, humanitar və xüsusən də teatral sənətə, teatr sənətinə tətbiqi, teatr sənətinin özü belə deyim, bəzən nəzəriyyələrin fövqündə duran bir sənətdir. Yəni, bəzən nəzəriyyələr oraya girmir, yəni, çünki bu bir sinkretik sənətdir, aktyor sənəti var, işıqçının orada dolu var, müəllifin, dramaturgun da sözü var və s. Yəni, bu qədər ilə qarışıq sinkretik sintez mədəniyyətidir ki, hansısa bir nəzəriyyəni, özə konkret bir nəzəriyyəni, bir dənə nəzəriyyəni
Çünki bəzən mən bədii mətnlə məşğul olanda bir neçə nəzəriyyə birdən şüuraltı gəlir. Çünki birinlə işləsən, elə bil bu bir Sofi prikşasını xatırladı, 8 kör haqqında. Yəni görün bir film kortundan tutur, elə bir film budur, biri buyruğuna yapacaq bir budur. Yəni ona görə o nəzəriyyələr olsun. Ancaq dedim İqtirar müəllim, sən o nəzəriyyəni tətbiq edəməyən artıq işin 50% olursan. Yəni mən səni dəstək edirəm. Yenə niyəsini deyirəm. Çünki, əziz dostlar, bizdə bütün, mən ədəbiyyatşünas da, yəni ədəbiyyatşünas kimi deyim ki, bizə bütün nəzəriyyələr hamısı Şərqi Avropadan gəlir. Yəni bizə Nizam müəllim, bütün nəzəriyyələr bizə Şərqi Avropadan gəlir. Semiotikası, Ukraynizmdə sahib. Hamısı. Yəni biz onları götürmək istəmişik, ancaq bir əmması da var ki, bizdə heç bir nəzəriyyə Azərbaycan torpağında, məmləkətində, Azərbaycan humanitar məkanında əgər tutub axıra qədər geçir. Həvəskar səviyyəsində bir nəfər, iki nəfər nəsə maraqlanıb edib, sonra həvəslər çıxıb gedir. Yəni bizdə heç bir nəzəriyyə gözümüzün qabağına gəlir. Filologiya sahəsindən də danışırım. Teatrşünaslıq da filologiyadan şaxələnmiş bir elm sahəsi qoymanı da deyim. Yəni, tutun. Və ona görə İqtirar müəllimi mən ürəkdən sevindim ki, bu texnoloji nəzəriyyəni, riyazi nəzəriyyəni, bu belə deyək, çünki orada rəqəmlər, çoxluq məsələsi da var. Yəni, nə qədər mənə sadə dillə izah etsə də, mən dedim, ay görür, bir şey anlamadım. Ancaq bu, izah etdi və mətni yazdı. Və maraqlı da mətni yazdı. Əvvələ, mən sanki bir ezoterik mətn oxuyuram. Qoy, bu da lazımdır, bu cür mətnlər də lazımdır. Çətin anlaşılan, hətta terminlərdən çox başlasanadan ki, bəzən bir-iki termini də deməli, sonra özündən soruşdum və dedim, əziz qardaşım, bu bir neçə nəzəriyyəni İqtirar müəllim çox belə cəsarətli sahibdir, açıq sizə deyil. Həm sinergetikanın, Prigojin zat belə, bundan biraz başım çıxır, çünki biraz yaxındır mənim fəlsəfəsi, fəlsəfi mahiyyəti. Bir də bunun ikisini bir araya gətirmək və hər dəfə də deyirdim ki, bu rejissor için amma tətbiq edirsən bunu, qeyri-sərtlikdir. Yoxsa sən dramaturgun mətnindən tətbiq edirsən, yoxsa aktör oyundan tətbiq edirsən. Yəni, qeyri-sərtlik məntiq hansı sahəyə aiddir? İndi mən baxdım ki, bu əsərdə axır ki, mənim tənqidimdən söhbətlərim çox olur. Nəticə sarı, onu rejissor işinə tətbiq edir. Yəni, ən azı bir saatda budur. Çox işi, həm də praktik də Emir müəllimin tamaşasından, o tamaşanı da mən görmüşəmdən, sıra o dəqiqə oxuyanda gözünün qabağına gətirdim. İqtirar müəllimiz nəzəriyyəni praktikada tətbiqini artıq aydındır. Və onu da kitabda yazmaq çox sevindim. Bu çox maraqlı kitabdır. Hətta mən deyərdim ki, biraz izaha da ehtiyacı olan bir kitabdır. Yəni, ilk dəfə ki, mən teatrşünaslıqda belə biraz mürəkkəb, yaxşı mənim, mürəkkəb kitaba rast gəlir. Adətən teatrşünasların kitablarında inciməsinlər məndən, ya tamaşanın başına yarı sujeti nağıl edirlər. Biraz da patetika, pathos sözü, aktör oyunu adına bağlı sözlər, qəlavət zad gəlir. Və oradan ayağına görürsən ki, bir nəzəri yanaşma var. O yanaşma ki, rejissorun da işinə yanaşır. Bəlkə onu görmədiyi şey ola bilər, sən teatrşünas onu gördün. Yox da imtina elərsən, sən bunun ayəsi söyləmirsən ki, yəni qarşılığında mən hələ də teatrşünasla rejissorun qarşılığmasını mətbuat səhifəsində görmürdüm ki, onun nəzəriyyəsindən, nəzəri ümumiləşdirməsindən rejissor razı olsun. Mən son 20-30 yılda bunu gördüm. Ən təşəkkür. Yəni, bəlkə də mənə rast gəlməyim. Mən hərdə izləyirəm, oxuyuram.
teatroşümasların və əsərlərinin. Burada çoxlu maraqlı terminlər var, istifadə. Məsələn, aktyor eləyir. Çoxdur. Mən hətta bir hissəsini istədim seçəm deyəm, bir həftə cüzdə qaldı, kitabı mənə hədiyyə vermişdi. Maraqlı özünün terminləri var. Mən istəyirəm ki, kitab mənim kitabından yazanlar o məsələ oxusunlar. Məsələn, aktyor energetikası maraqlı termindir. Yəni, bu aktyor insandır da, hər bir insan özünün də psixologiya energetikası da var və mətnin oyundan gələn energetikası ola bilər. Bu çox maraqlı məsələdir və çox təşvik edirəm ki, müəllim onu elə bir ağzası, iki ağzası belə toxunub keçirdi. Əslində, o sənin o bifurkasiya məsələsinə çox maraqlı elementdir. Mən deyək ki, monoqrafiyamda tam oxuyanda, Allah qoysa doktor monoqrafiyamda oxuyanda, deyək ki, ona bir şey verəcəksiniz. Üstəgəl, bu kitabın bir önəmli cəhəti nələrdir? Mən düşünürəm, çox geniş danışılır. Mən də dərsində çox danışıram. Mən İqtisad müəllimə görüşəndə dedim, bu iki nəzəriyyəni gəl ayıraq. Bu mənlə əvvəl məsələdir. Deyirdik bunu yazmışım. Mən də telefonda tutduğunu deyirdim, tuta bilmədiyini demirdim. Və deyirdim ki, gəl sən o sinergetikanı ayıraq və ayrı bir fəsildə, ayrı bir müstəvidə kontekstə gedir. Nə üçün? Çünki o bifurkasiya ki, oyunun nəticəsi gəlib bir nöqtəyə gəlib çıxmalıdır, o təbiət hadisəsi kimi. Bunu ayrı bir fəlsəfi qartlar kimlər nəsə edirlər. Mən düşünürəm ki, bu çox iqtisad müəllimi teatrın içindən gələn bir sənətkardır. Yəni, həm aktyordur, həm direktor olur, həm olur. Yəni, teatrın içini də, çölünü də möhtəşəmdir. Və bir yandan da maraqlıdır ki, teatrın içini bilən, çölünü bilən bir adam həm də yüksək nəzəri qədəmə sahibdir. Bu, mənim çox ləzzət edir. Yəni, bu nəzəriyyənin təhqiqi, onun teatr şünaslıq dilinə gətirmək, onu ədəbiyyat şünaslıq dilinə gətirmək fövqəladə çətin məsələdir. Fövqəladə çox çətin məsələdir və burada aktyorun psixologiyası, sonra tamaşada personajların belə deyil. Məsələn, İmir müəllimdə dərsən bir qadınlıqda yəni edər. Bunu indi sən gətir. Lütfuz ailənin nəzəriyyəsindən. Yəni, mən çox görürüm açıq olar orada, maraqlı açıq olar. İqtisad müəllim, mən sən əvvəlki kitabını əsasən Elçinin absurd pyesləri üzərində olmuşdur. İndi bizdə də iş belədir ki, absurd teatr Azərbaycan tamaşaçısının o qədər də deyilən sənətdir. Yəni, ona biz mentalizə baxımdan absurd drama teatrına hazır deyil. Baxmayaraq ki, Üzeyir bəyin, Cəlil Məmmədquzadənin əsərləri içində çoxlu absurd səhnələr var, absurd situasiyalar var. Yəni, mətnin içində var. Ancaq bütün tamaşanın diyalogları, yəni personajların diyalogundan tamaşa şeydə absurdizm üstündə durmaq və bunu tamaşaçıya yedirtmək, mən biləm, biraz çətin məsələ idi. Məsələdir, ancaq Elçin mənim o, Allah rəhmət edəsin qəlbən, o, bizdə o boşluğu da doldurmaq istədi, doldurdu və siz də o qeyri-məncid qeyri-səhis nəzəriyyəsində ona tətbiq edəndə hiss elədik absurd teatrına bu alır. Ancaq tutaq ki, melodrama zaten bir zaman və tam oxuyan hərini tapar. Hər halda yeni baxışı alqışlamaq lazımdır. Yeni yanaşma həmişə belə deyil, skeptik yanaşmalarla müşahidə olur həmişə. Və mən onda həmişə dedim ki, bundan qorxmaq lazım. 5 yıldan sonra, 3 yıldan sonra sənin də tərəfdarlarını çıxacaq və bunu da toxlayacaqlar. Mən bunun tam əminəm. Teşekkür ederim. Çok sağ olun. Biz teşekkür ediyoruz hörmətli Rüstam müəllim.
ifadəsində başlayıram ki, bəlkə o absurd daxil onun dilinə, onun obrazlarına hazır deyil. Belə kütləvi şəkildə. Çox şeylərə hazır deyil. Belə fatal məqamsallaşdırmaya hazır deyil. Bu yeni yaranmış geopolitik vəziyyətə hazır bilmirəm. Lakin həyat bizi gözləmir, problem bundan ibarətdir. Və rəqədə zamanı dedik ki, bu qeyri-sərişmənlik prinsipləri təkcə dəqiq ediləndir, sənətdə də, elmdə də, fəlsəfədə də və düşünürəm ki, siyasət sahəsində də yayılır və bu baxımdan politolog Rəşad Həsənov fikri eşitmək maraqlı olur. Buyurun. Çox sağ olun, dəyərli dostlar. Təbii ki, sizin istəyirsiniz. Görmədi, böyük aktör və o həm də bir siyasətçi, alim olmakla beraber siyasi liderin obrazı yarattı, ulu önderin obrazı yarattı ve elbette ki bu Azerbaycan tamaşasının kendinde daim olacaq. İftixar müəllimin yarattığı digər rollar bugün tarihdə olacaq. Ve onun yeni yazdığı qeyri-sərist məntiq və teatr yeni bir sahə olsa da elə bilirəm ki, çok doğru qeyd olunur ki, qeyri-sərist məntiq bütün sahələrə sirayət və bu cür siyasətlər də sorulur. Mən hesab edirəm ki, bu məntiqin daha davamlı olacağı teatrımızda indi başlayıbsa, digər sahələrə seçəcək və həm bundan fərq edirəm ki, qeyri-sərist məntiqin nəzəriyyəsinin banisi Lütfüzadədir, teatr sahəsində gətirən də bizim hörmətli İftixardır. Mən sizi təbrik edirəm. Uğra. Teşekkür edirik və bizə sözü əməkdar jurnalist, demək, aktiv təvəkkül olduğuna söyləyir. Buyurun. Çok sağ olun. Ben de bütün kardeşlerle düşünüyorum. Dostumuz çok güzel. İftarla, ülkeliyle çok kitabı doğrudan anlatmak lazım. Kişilere kadar lazımdı. Çok büyük sanatçılarımızı görürler. Haberlerimizi görürler. Jurnalist dostlarımızı görürler. Bilim adamlarımızı görürler. Hamsını sizinle bugün bir yerdeyim. Kısa söylemek istedim. Yani ki bu misalı anlatayım. Bir büyük bir təfəkkür öz kimi, yəni hər şey onun hamısından müəllim olur. Yığır bir yerə deyir ki, filan işi görür. Hamı bir ağızdan deyir ki, bu qeyri-mümkündür. 3 dəfə bu fikri səsləndirir və 3 dəfə də bütün təfəkkürlər deyir ki, bu qeyri-mümkündür. Deyir, Allah onda belə deyir, siz gedin, bu işin qeyri-mümkün olduğunu bilməyən bir adam tapın, gətirin mənim yanına və o işi tapşırırlar bu adama. Bu bilmir ki, yəni o mənada bilmir ki, bu qeyri-mümkün deyil, bunu etmək olar və o işi də görür, sonra o təfəkkürləri görürsün ki, qeyri-mümkün olan bir şey yoxdur. Şimdi, mən artıq onsuz da o qənaətdə edim və bir daha o qənaətə gəldim ki, teatr aləmində sizin bilmədiyiniz qeyri-mümkün olan bir şey yoxdur. Mən təbrik edirəm sizi bugün bütün cəmiyyətimiz, bütün dünya inkişaflardır, nəinki dəqiqələrlə, saniyələrlə inkişaflardır və sizin bu kitabınızla teatr aləminə yeni töhfə verən bir vasitə olacaq, çox güman edirəm və siz burada mən onu hiss etdim ki, rejissora və aktyora çox böyük imkanlar yaradırsınız ki, yəni keçmişdə olan o standart formaları bir kənara qoymaq lazımdır. Rejissor dediyi, rejissor artıq aktyora mən belə başa düşürəm ki, elə bir imkan yaradır
sağ ol təbrikiniz üçün və sözü böyük məmnuniyyətlə xalq artisti Dəstəxan Çatarova. Buyurun. Teşekkür ederim söz verdiğiniz için. Ben bizim emektar jurnalistimizin sözüne istinaden çıkışını başlamak istedim. O dedi ki İftihar müəllimin demek dostlukta sədavətli olduğunu çok güzel bilir. Ben de bu meclislere beyan etmek isterdim ki ben burada İftiharın yaxın dostu kimi, həmkarı kimi demək, bulunuram və çox fəxr edirəm ki, bugün bu heyətdə insanlar İftihar müəllimin işığına yığılırlar. Yəni, İftiharla biz eyni dönemde İncəsənət Üniversitesinde okumuşum, aşağı yukarı bir fərqlə tiyatra akademik milli dram şartına alıp gelmişik. İftihar Kuriyev'in demek 98. ilə qədər demek bizim birgə fəaliyyətimiz tamaşaçıların gözü qabağında baş verir. Ve ben ona demek isterdim ki İftihar böyle bir deyim var ki istedadlı insan her bir sahada istedadlıdır. Yani bizim İftihar aktör kimi de çok demek istedadlı aktörüydü. Bunu bizim rejisörümüz qeyd ederdi. Doğrudan da elədi onun özünə məxsus rolları vardı ki, indi də bizim teatrda zərb məsələ dönübdü. Yaylıda artık oyununda onun çok böyle güzel bir ifası vardı. İndi de biz onu böyle iade edirik. Yani o dövrden bizim gençlik dövrlerimizden biz bilirdik ki İftihar çok güzel şairdi, güzel onun şiirleri var. Zaten bir defa özüm için böyle onun tamaşa şeklinde bir kallaş gibi formalaştırmıştım, isteydim onu ifa edeyim. Yani ki İftiharın kitapları çok da kitapları var, piyesleri var. İndi de elmin yola baş koyuyor. Ben İftiharı tebrik ediyorum. Bu yolunu ona üretmeye arzu ediyorum. Ben İftiharın demək olar ki, bütün tamaşalarında İftihar olub, mənə dəvət edib onu bütün tamaşalarında, bütün indiyalarına gəlmişdir. Və İftiharın necə teatrı rəhbərlik elədiyini də görmüşəm və şad olmuşam. İndi də bu dediyim məclisdə bulunmaqdan çox məmnunam. Mən dostum, həmkarım İftiharı bu kitabın çıkması münasebetiyle ürəkdən təbrik edirəm və arzu edirəm ki, bu axırıncı yox, axırıncı olsun. Teşekkür ederim Jonas Dəstəxanım. İndi isə mən böyük məmnuniyyətlə çıxışa dəvət etmək istəyirəm. Məmnunə xanım Ağayvanı, Sənşinası Doktorası 908 və ən bu kitaba olan giriş sözünün müəllifi. Buyurun. Herkese selamlayıram. Ben çok geniş danışmak değilim ama çok yetkilerden çok isterlerdim meclisimizi tercih ettik. İsterlerden bir ifade ederdi çıkışında. Dedi ki bunu okuyanda ben biraz çetinlik yaptım. Çetinliği sebebini ben söylemek istiyorum. Neyle bağlı olacak? Tiyatroşunaslık üç hisseden ibaret. Tiyatronun tarihi, tiyatronun sənədi və tiyatronun nəzəriyyəsi. Bütün klasik tiyatroşunaslık bu dəvirlərdə həmişə formalaşıb, inkişaf edib. Bu kitabın yazılmasında İftihar müəllim o köhnə dəvirləri kənara qoyaraq tamamilə yeni bir üslub seçir. Bu nələrdir? Tiyatr nəzəriyyəsi daxilində tiyatrın məntiqi kontekstində işlənmiş bir kitab. Ona görə də onun bir qədər zəhmət edir.
imanda fikirlərini Çox sağ olun. Təbrik edirəm sizi. Teşekkür ederim. Biz tabii ki düşün minnettarımızı bildiririk ve sözü memnuniyet öyleyik ki onun namzadını başlığı soru buyurun. Çok önemli bir bazı meselesi. Aynı zamanda teknik tiyatro praktikası değil, o bir dünya görüşü meselesi. Necə ki, bilənlər ki, post-dramatik tiyatrodan sonra, postmodern düşüncədən sonra, postmodern düşüncədən sonra artıq bütün bunlar post-dramatik tiyatroda bir düşüncə forması var, onun konseptual nəzəriyyəsi olması, bunlarla kifayət qədər sərbəst bir düşüncəli var. Və təbii ki, orada bunun ailəsində olan bir məsələ, yəni hər bir yaradıcı aktın altında, yəni paradigmasında bir ruhsal bir yəni ən vacib olan bir məsələ, mədəniyyətlə, düşüncə tərzinlə, məntiqlə, fikirlə, çaşdırma, həyat deyilənlərlə, çağırışla bir ortamda olan ümumi bir prosesi, ümumi ruhsal bir proses haline bir değerlendir. Tabii ki bu birbaşa ümumimiz ayinlerden ibaret değil. Tabii ki oyun müstəvisə, dünyayı müstəvisə, başlayan məsələ. Bak bu bakımdan bu tiyatronun konsepsiyasında duran ve bizi de ilkin olarak, önemli olarak rəhmətli Mahir İmramoğlu'na məhz Lütfüzadənin bu qeyri-sərvismənlik nəzəriyyəsi bu tiyatro praktikasının əsasını təşkil. Və bunu qısaca olaraq təbii ki, mən belə başa düşürdüm və yəni qısaca olaraq təbii ki, bu səfərdə burada mən də onların demək istəyirdim ki, və bu qeyri-sərvis məntiq nəzəriyyəsini elmdə, texnologiyada istifadə edirlər. Amma bu yaranan şey də var, təbii ki, düşüncə və bir yaşam fəlsəfəsi. Yəni, rəhmətli bir düzəltlər bax bu istifadə. Amma bizə bunun önəmli və yaxşı olan məsələ təbii ki, bunlar ki, düzəltlər nəzəriyyəsi deyir ki, 0 və 1 arasında milyonlarla çalar. Yəni, əslində, yoxluq dediğimiz bir şey, varlıq dediğimizin arasında milyonlarla çalar. Biz isə hər zaman
Yəni, heç bir nəzəriyyə ilə sən təmasını fikri, mahiyyəti, dünya görüşünü nə sübut edə bilərsən, nə təbliğ edə bilərsən, nə təbliğ edə bilərsən. Və bu, o zaman belə bir mənzərə yaradır. Bəs əcəba onda qabaqda hara getməlidir? İrəli hara getməlidir? Məlum olur ki, çox qəribət olsa, bax, bu əslində o qabağa getmək, spiral yolları qeydə qaynamaq. Yəni, hər bir şeyin sonu sanki yerindən bir mənzəri başlanmalıdır. Bu mənada mən izah edeceğim ki, qədim yaradıcılar xüsusilə, zaten o məntiqi bizi istedadlı adamın ruhundan başlayır. Onun ruhunun imkansında baş verən məsələləri ifadə etməyə çalışır. Mən hər vaxtda belə başa düşürəm. Və Karmel'in yavaşlığı ilə tanış olan bir insan ki, onun mənim xüsusiləsi dramaturgiyasında. Çünki mən tiyatrda, o seydarda və Karmel'in dramaturgiyasında olduqca mənim üçün sevdiğim və deyərdim ki, Kemal Bey'in dramaturgiyası ilə belə düzgü var mənzərə yaradır mənim üçün. Çünki Kemal Bey'in dramaturgiyası ilə məzmunsuz üstürlükləri ilə, amma Karmel'in dramaturgiyasında bu məzmunsuz üstürlüklər daxillər ki, Karmel'in qeyri sənəsiləri kimi özünü ifadə edilməsi də onda qeyri göstərilmələr üçün tərcih uğurlar, xeyirli olsun və hesab edən qürur vericisi olur ki, bizim tiyatr insanlarımızın, səhnət insanlarımızın eyni düşüncəsi, yazmaq qabiliyyəti çox almışlar və təkcələr yorulmayasınız, davamlı olacaqsınız. Sağ olun. Siz sağ olun və sözü ümumiyyətlə vermək istəyik. Sıfır doktoru, əməkdar müəllim İran Sadlızadəyə. Buyurun. Mən də öz növbəmdə hər birinizi salamlayıram, dəyərli soruyormuşum. Və mən istərdim kəsəzlərlə bir çox bilən sahələr, elm sahələr, müəllim və rejissorumuz qeyd etdiyi kimi, o prizmadan yanaşın. İftixar müəllim özündə bir neçə sahələr, dramaturgiyadır, ədəbiyyatımızı, şair kimi poeziyası, rejissorluğu, aktyorluğu, bütün elm sahələrini özündə birləşdir. Və onun müəllim dramaturgiyasından danışdım. Mən istərdim, onun Xocalı dastanı əsərini burada qeyd edeyim. Bir neçə il öncə o Xocalı dastanını bizim burada əyləşən rejissorumuz Sevinç Hüseynova ilə mənə göndərdi. Göndərdi və o qədər bizi özünə cəlb etdi ki, bu kitab. Və biz götürdük oradan bir hissəni Yasamal təşkilatında ona qurulmuş verir. Yasamal təşkilatının da o vaxt rəhbəri hamımızın tanıdığı, Allah qəni rəhmət eləsin, Tağı Əhmədov idi. Biz demək olar ki, o Yasamal təşkilatı ilə bir 20 ilə yaxındır ki, əməkdaşlıq edirik. Əsəri görəndə Tağı müəllim Pastanovkanda Sevinç hamiləmişdi. Vaxtı ilə hicranlandı, birinci dəfədir görürəm. Bir fərqli yanaşma var əsərdə. Siz təsəvvür edin, Xocalı hadisələridir, bilirik ki, hadisələr eyni dərəcədə inkişaf edir. Yəni, buna bir başqa yolculuğu necə vermək olar? Amma o yolculuğu İftixar müəllim vermişdi. O qədər cəlb ediciydi ki, o qədər baxımlıydı ki, mən deyərdim ki, hətta o vaxt onu tətbiq etmədən belə Lütfuzadənin qeyri-sərvis məntiqi orada da öz əksini tapmışdı. Və o dərəcədə Xocalı dastanı. Yəni, onun bütün yazarları, hidayət və teatr həmişə göndərib bizə. Bütün nə yazıları olursa, kitabları bizə göndərib, tanış olmuşuz. Nərinə xan vasitəsilə bir necə kitabı gətirib. Yəni, doğrudan da İftixar müəllimin yazıları belə qeyri-adi, özünün xüsusi yanaşması, fərqli yanaşması. Elə indi məlum olur ki, elə bu fərqli yanaşmada məhz o Lütfuzadənin qeyri-səlis məntiq nəzəriyyəsidir. Və rejissorumuzun qeyd etdiyi kimi, doğrudan da elə hər birimizin daxilində, hər birimizin hərəkətində, hər birimizin düşüncəsində, hər birimizin ideyasında bir qeyri-sərvis məntiq nəzəriyyəsi. Hərçənd çoxlarımız onu deyə bilmirik, ortaya çıxarda bilmirik.
qeyd edə bilmirik, amma bu faktdır bizim içimizdə. Çox təəssüflər olsun ki, mən Suriyyət əsərinə baxmamışam və söz verirəm ki, inşallah növbəti tamaşada mütləq baxacam. Amma mən səs əsərinə baxmışam. Doğrudan da qeyri-adi, yozun, rejissor yanaşması. Təsəvvür edin ki, xoreografiya İftixar müəllimə məxsusdur. Bədii tərtibat İftixar müəllimə məxsusdur. Musiqi İftixar müəllimə məxsusdur. Yazar Adilə Nəzər, burada deyil Adilə. Adilə Nəzərlə İftixar müəllimin necə gözəl orada tandemi yaradır. Necə gözəl bir əsər meydana çıxır. 3 planda da yanaşma var. Ön plan, orta plan və arxa plan. Əsər, deməli, hamımızın bildiyi şəhid mayor Vüsal Vəliyevin həyatına qəhrəmanlıq dastanıdır, həsr olunur və orada onun o nişanlı olması prosesi sanki arxa plan ön plana verilir. Ön planda hər 3 pozisiyada bütün iştirakçılar iştirak edir. Arxa planın ön planı görməsi. Doğrudan da İftixar müəllim çox təqdirə layiq bir səs əsəri, çox o qədər, bütün zal tamaşanın sonunda, əvvəldən sona qədər hamı ağlayır. Yəni o qədər biz sanki əsərin içinə düşmüşdük, daxil olmuşdur içəriyə. İftixar müəllim, sizə uğurlar arzu edirəm ki və hiss olunur ki, siz artıq yalnız bu aspektdə öz fəaliyyətinizi davam etdirəcəksiniz. Uğurlar arzulayıram, həmişə səsiniz zirvədən gəlsin. Siz doğrudan da buna layiqsiniz. Çox istərdik ki, Azərbaycanımız doğrudan da Azərbaycanımıza İftixar Piriyev kimi, mən belə deyəm, dahilər bəxşidir. Və inşallah bu olacaq, var və mütləq davam etdiriləcək. Çox sağ olun, tanrım. Dəvətinizə görə özlərin təşəkkürümü bildirirəm və davamlı olsun əsərlərimiz dayanmadan Azərbaycan oxucular auditoriyasını sevindirsin. Təşəkkür ediyorum dəvətinizə görə. Biz təşəkkür edirik İlham xanım. Biz söz xalq arzusu Sabir Məmmədova. Buyurun. Çox sağ olun, mənə söz verdiyinizə görə mən də sizə təşəkkür edirəm. Mən hər birinizi hoş gördük yerimizdə. Ona görə ki, bunu niyə görə vurgulayıram? Hamınız mənim üçün doğma insanlarsınız, həm də potensial bizim tamaşaçılarımızsınız. Bizim hörmətli alimlərimiz qeyri-sərvis məntiq və teatr barədə elmi danışdılar, yəni elmi mülahizələrini edirlər. Yəni oxuduqlarını edirlər. Amma mən bir ifaçı aktyor kimi bəs bunu necə tətbiq edəyəcəksiniz teatra, tamaşaya? Konkret, bax siz tamaşaçılara bütün bunları necə realizə edək? Mən ondan bir işarət danışmaq istəyirəm. Bax, bildiyiniz hər şey, burada təxminən bildiyiniz hər şeyi biz İftixar mənim dostumdan, qardaşımdan, deməli, Elçin müəllimin Stalin əsərinin əsasında Stalinizm o piyesi bir işləyirdi, konkret. Və konkret, bax, bu qeyri-sərvis məntiq və onun teatra tətbiqi, bax, orada bununla məşğul edir. Mən bir aktyor ifaçı kimi, necə deyək ki, siz tamaşaçılar bu dediklərinizi realda bunları görəsiz, həm təsirlənəsiz, üstələnəsiz, kədərlənəsiz və güləsiz, sevinəsiz. Bütün bunların hamısı teatrın komponentləri. Və bütün cərəyan, bildiyiniz klasik oyun üslubu, ənənəvi, modernist, epik janr. Bunlar hamısı ədəbiyyatda olduğu kimi aktyor ifaçılığında da var. Bax, bildiyiniz ən son metamodernizm, ən dərdə olan, mətəyyətdə olan cərəyandır. Bunların hamısı kino, ədəbiyyatda nəhayət teatrda tətbiq edir. Üstəgəl aktyor sənəti. Burada bu qeyri-sərvis düşüncənin aktyor sənətində tətbiqi həddən artıq mürəkkəb. Mən bir aktyor şeysi. Yəni, bildiyiniz ənənəvi teatrda necə oynayırlar, onu bilirsin. Yəni, hamımız aşağı yukarı teatrda olursunuz. Hətta epik janrı da bilirsiniz. Yəni, bizim Sovet dövründə Robert Sularlarını
Neyse, o uzatmak istəmirəm, ədəbiyyatşünaslar bununla məşğul olarlar. Amma bizim İftixar Qliyevin tətbiqi, qeyri-səlis məntiqin teatr, aktyor sənətinə tətbiqi, hədsiz, sonsuz aktyor ifadılığında inanın ki, çox böyük fəzalar açır. Və aktyorlar tələb olunur. Plastika ən birinci düşüncədə bunu qəbul edilir. Necə ola bilər ki, siz danışırsınız burada, bu rahat deyirsiniz bunlar, alimlərimiz gözəl bilir. Necə olur ki, eyni anda, həm hərəkət edirsən, həm söz deyirsən, həm kədərlərin həm də gülürsən, həm də düşünürsən. Görünür misiniz var? Bunları realizə eləmək üçün aktyora xüsusi hazırlıq lazım. İstedad demirəm, istedad anlamda. Xüsusi hazırlıq lazım. Və bir daha buyuram bunu. O hazırlıq düşüncədə baş verir, sonra bunu plastika, diksiya, səs tembri, mimik hərəkətlər və digər. Bu saydıqların hamısı sırf aktyora aid olan komponentlər, nəsnələr və tamaşaçının qəbul məsələsi. Tamaşaçı necə bunu qəbul edir? Tutaq ki, biz Stalinizmdə bilirik, Stalin necə Stalin, amma necə təsəvvürdə Stalin? Düzdür? Amma Stalin həm də insandır, həm də despotdur, həm də sevib deyəndə ki, tutaq ki, bir xanımla münasibət olur. Bütün bunların hamısını, yəni bu, niyə bunları sayır? Mən praktiki bunları demək istəyirəm. Yəni, gəlişi gözəl sözlər kimi bunları demək, çünki İlfar bunu işləyir, siz də oxumursunuz, bunu gözəl deyirsiniz. Amma sonda bizim üzərində düşür, rejissor və aktörün üzərində düşür və bu sistem, bu belə deyilmdə, həm də mütəhərrikdir, çevikdir. Hər bir piyes, bax, ədəbiyyat olmadan, ədəbiyyat olmadan teatr da mümkündür, kino da mümkündür. Yəni, dramaturgiya, senari, ədəbiyyat, teatr, qarşıdır. Bu sistem çox mütəhərrikdir. Hər bir əsərdə bunu tətbiq eləmək olur. Mənim düşüncəmə görə, yəni bizim gəldiyimiz qənaətə görə. Və bu baxımdan mən düşünürəm ki, inşallah siz o Stalinizm əsərinə baxanda teatrşünas kimi, ədəbiyyatşünas kimi, ədəbiyyatçı və tamaşaçı kimi siz bütün bunları görəcəksiniz və hiss edəcəksiniz. Nə yaxşı ki, şəxsən mənim üçün baxdığım, bildiyim o ənənəvi, hətta yeni modern teatrların ifaçılığından da fərqli bir ifa üslubu görəcəksiniz. Və bu Azərbaycan teatr düşüncəsində və Azərbaycan ifaçılıq məktəbində düşünürəm ki, çox yeni bir şey. Və saydığım bütün cəhətlər, siz bütün aktyorları tanıyırsınız. Bizim yaşlı nəsil gənclərimiz ki, hamımız teatra gəlirsiniz, bilir. Və bildiyiniz və saydığım janrların romantik üslubda, yeni psikoloji üslubda sayarlarsa aktyorları. Amma burada tələb olur. Saydığım bütün post-modernizm, meta-modernizm, bunların hamısının üstündə olan hər şey var. Ona görə bu, Azərbaycan teatr düşüncəsində, Azərbaycan teatr ifaçılığında çox yeni bir şey aslında. Yəni, mənim qənaətim budur, iftarlarından bir yerdə. Mən təbrik edirəm Tarzani və mən Azərbaycan teatrını təbrik etmək istəyirəm. Çünki biz inşallah düşünürəm ki, bizə baxan Gürcülər, bizə baxan Ruslar, bizə baxan deyirlər ki, bunlar da biliriz məndə. İtizahə şirinkidir, o iftar da biliriz. Təbii seviyə və onlar qanıza bunlar alır. Sağ olun, Sabir müəllim. Təbrik üçüncü İsqar müəllim övladı Elif qızımız istədi. Məmnuniyyətlə. Buyurun. Sağ olun. Əziz dostlar, düşünürəm ki, biz çox mətbaqlı
kitabını, həm hörmətli İftiqar müəllim yaradıcılığını, həm də ümumiyyətlə bugünkü mədəniyyətin bir çox problemlərini müzakirə etdik. Onlar üçün kimsə yenə bir sözü varsa deyə bilər. Yoxdursa icazənizlə mən burada bilirsiniz, sənət adamları, hörmətli bizim aktyorlarımız, rejissorlarımız teatr haqqında, aktor fəaliyyəti barədə, rejissor fəaliyyəti barədə, dramaturg fəaliyyəti barədə, teatr tənqidi barədə da qismən çox məzmunlu bir söhbətlər var olur. İcazənizlə iki cümlə ilə sırf elmi məsələlərə bərqasız edir. Bilirsiniz, demək olar ki, hər bir çıxışda söhbət ondan gedir ki, bəzən oxuduğu üçün bu və digər məsələn, mürəkkəbdir, ya dramatik var, ya bilmək daha çox ya fizik alimləri, ya riyaziyyat alimlər, və s. Qarlı nisbətən olur desin ki, mürəkkəbdir, çətindir. Amma bilirsiniz, məsələ ondadır ki, İftiqar müəllimin bu kitabı sadəcə, hətta burada elmən çıxış edərəkdir ki, bəlkə teatr əvəzində yaradıcılıq sözü. Bilirsiniz, mən düşünürəm ki, yox, elə teatr sözünün burada verilməsi yerindədir, məntiqə uyğundur. Amma qeyri-səlis məntiqə yox, adi məntiqə yox. Və məsələ bundadır ki, İftiqarın bu təbliğatı, bu kitabı sadəcə humanitar bir yazı deyil. O, multidisiplinar bir tədqiqatdır, fənlər arası bir araşdırma. Və fikir verirsinizsə, yenə də həmin bugünkü mühit, yəni qlobal şəkildə dünyada elmin inkişafı onu göstərir ki, yeni kəşflər, yeni ixtiralar məhz multidisiplinar, yəni fənlər arası tədqiqatlar nəticəsində ortaya çıxır. Baxın, görün, molekulyar biologiyadan tutmuş, genetik və digər tədqiqatlara qədər və nə üçün İftiqar müəllimin bu yazı, bu əsəri, bu tədqiqatı belə bir böyük marağa səbəb olur. Yenə təkrar edirəm. Sahələr arası, fənlər arasıdır və ona görə nəticədə bu qədər yenilik sənətə də, elmə də gətirmişdir. Əziz İftiqar müəllim, görəkdən siz bizara da təbrik edirik. Hamımız üçün iştirakınız minnətdarıq və yəqin İftiqar müəllim nəsə söz sözünü. Hər birinizə bugün bu kitabın işığında toplaşdığınıza görə dərin təşəkkürümü bildirirəm. Burada mənim doğma kollektivim İrəvan Teatrının nümayəndələr də əyləşib. Yeni Azərbaycan Partiyası İnəqədi rayon təşkilatının gözəl əməkdaşları Mavin Sevinç xanım və könüllülər də əyləşib. Və müqtədir elm xadimlərimiz, dostlarım, ədəbiyyat xadimləri təşrif buyurublar və hər kəs özünün könlündən keçən kitab haqqında düşüncələrini və mənim yaradıcılığımda diqqətə çarpan məqamları dilə gətirdilər, minnətdaram hər birini. Burada mənim bacım əyləşib, evlatlarım, qardaşlarım əyləşib. Hamınızı alqışlayıram. Bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan insanlar var. O cümlədən həm Nərminə xanımın, çox sağ olun Nərminə xanım, siz bu kitabda özünüzün elmi baxışlarınızla mənim həmişə
müzakirə məsələlərində çox öndə olaraq fikirləri bölüşdük. Sonra bu kitabın ərsəyə gəlməsində Ədəbiyyat qəzetinin və onun baş redaktoru əziz qardaşım Azər Turanın çox böyük əməyi var. Çünki hazırladığım qeyri-səlis məntiq nəzəriyyəsi sistemi ilə hazırladığım tamaşaların haqqında həm ifaçıların, həm rejissorların, həm digər mütəxəssislərin fikirlərini, onların tamaşa haqqındakı mülahizələrini, müzakirələrini çap etdi, ardıcıl çap etdi. Bəlkə də başqa qəzet olsa düşünərdi ki, bir tamaşa haqqında bir-iki yazı yetərlidir. Ancaq Azər müəllim bu yazıların müasir teatrın inkişafında mühüm yer tutduğunu dərk edərək geniş meydan verdi, qol qanad açdı. Bizim bu konsepsiyamızın inkişafı üçün minnətdarlığımı bildirirəm. Bu kitabın ərsəyə gəlməsində ən böyük dəstəyi deməli qeyri-hökumət təşkilatlarına dəstək agentliyi göstərdi. EHT-lərə yardım fondu adlanır əvvəllər, indi agentlikdir. Təbii ki, onun icraçı direktoru Aygün xanıma minnətdarlığımı bildirirəm və onun bütün əməkdaşlarına və bu kitabın o deməli fonddan ayrılmış vəsaitdə yer tutması üçün diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Böyük akademikimiz Nizami Cəfərova bu məkanda bizim kitabımızın təqdimat mərasimini keçirmək üçün şərait yaratdığına və özü də bizim mərhum şairimiz Bəxtiyar Vahabzadənin indi keçirilən tədbirindən birbaşa bu tədbirə gəlib və növbəti tədbirə getmək üçün bizə uğur diləyib görüşməsi də bir böyük hadisədir, böyük əməkdir. Və bugün bu tədbirin keçirilməsində, yüksək səviyyədə keçirilməsində moderatorluğuna görə görkəmli elm xadimi, Memarlıq Akademiyanın Memarlıq və İncəsənət İnstitutunun direktoru, Namiyanın müxbir üzvü, əziz və hörmətli dostum, qardaşım Ərtəgin müəllimə dərin minnətdarlığımı bildirirəm. Böyük sevgi ilə, böyük məhəbbətlə bizim hər birimizin diqqətini cəlb edən fikirləri ilə söz verdi və sona qədər bu məclisin yükünü öz çiynlərində daşıdı. O cümlədən də qeyri-səlis məntiq nəzəriyyəsinə məni istiqamətləndirən bir böyük yaradıcılıq işığına onun yaradıcısı mərhum Elçin müəllimə ruhu qarşısında öz ehtiramı bildirərək rəhmət diləyirəm və təəssüf edirəm ki, talib elə gətirdi ki, o Stalin haqqında qeyri-səlis məntiq nəzəriyyəsi konsepsiyası ilə ərsəyə gətirmək istədiyimiz tamaşanı görmək istəyirdi böyük məmnuniyyətlə. Talib belə gətirdi ki, görə bilmədi və o çox böyük məmnuniyyətlə doktorluq dissertasiyam olan qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası Elçin teatrı əhatəsində və hususu ətrafında ərsəyə gətirmək istədiyimiz elmi konsepsiyanı özü məhz gözləri ilə şahidi olmaq istəyirdi. Çox təəssüf edirəm, bu Tanrının işidir, heç nə demək olmaz. Onun ruhuna rəhmət diləyirəm, onun ruhu da bugün bizimlədir və bu konsepsiya ilə tamaşanın ilk qeyri-səlis məntiq nəzəriyyəsi sistemi ilə ilk əsər olaraq İmir Məmmədlinin Qadın mono piyesi əsasında ərsəyə gələn Süviyet tamaşasına görə İmir Məmmədliyə minnətdarlığımı bildirirəm ki, bizə o kitabı, o piyesi təqdim etdi və unutduğum əgər
karşısında öz ehtiramı bildirecek başka nümayendeler de varsa, tabii ki vardır. Burada İki Sahil gazetinin İki Sahil deməli televizyası, ondan sonra Ses televizyası, internet kanalı ve ATV televizyasının nümayendeleri de iştirak edirlər. Onlara da minnətdarlığımı bildirirəm və Elşad müəllim, əziz bacıma da təşəkkür edirəm ki, əziyyət çəkib gəlibdi. Çox sağ olun, hər birinizə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz bu yoldan dönməyəcəyik.